Salam qızlar, hər vaxtınız xeyir olsun. Necəsiz? Ümid edirəm ki, yaxşısınız. Bugün sizinlə istədim ki, blinçik tortunun hazırlanmasını paylaşım. İlk öncə blinçikləri bişirdim. Daha sonra isə dekorab qaymağından istifadə edərək və içərisinə də bir qab squşonka əlavə edib mikserlə qarışdırdım və qaymağı gözəl bir krem halına gətirdim. Daha sonra isə blinçikləri bir-bir götürdüm və kremlədim. Ortalarına meyvə, hər hansı bir sevdiyiniz meyvəni, mən kivi və banandan istifadə etdim. Siz fərqli meyvələr də istifadə edə bilərsiniz zövqə görə və belə rulolar halında hazırladım və qabın içərisinə düzdüm. Bu arada qab tort çərçivəsinin qabıdır. Yəni tort keks bişirilən dəmirdir. Onu götürdüm və blinçikləri həmin o qabın qırağı ilə düzdüm ki, çərçivədən rahat çıxarda bilim və sonda isə bir qatı rulo halında blinçikləri hazırladıqdan sonra geri qalan layları isə növbəli bir şəkildə bir blinçik, krem, üzərindən meyvələr, daha sonra yenə də blinçik, krem bu qayda ilə tortu yığdım və daha sonra isə bu qayda ilə qıraqlarını yığıram. Üzərinə hər hansı bir sevdiyiniz meyvəni düzə bilərsiniz. Mən yenə də apelsin istifadə elədim və çiyələk qoydum və bir də ki, dekor üçün həm də ki, belə uşaqların da sevimlisi olan Oreo peçenisi düzdüm. Zövqə görə siz üzərini də bəzəyə bilərsiniz. Necə istəyirsinizsə o cürə də bəzəyə bilərsiniz. Mən bu cürünə bəzədim və çox dadlıdır. Kəsdik, çayla nuş elədik. Həqiqətən çox dadlıdır. Bu arada tortu yığdıqdan sonra ən azı 2 saat xaladelnikdə saxlasanız daha yaxşı olacaq. Hazırlayan hər kəsə nuş olsun. İzlədiyinizə görə təşəkkür edirəm. Kanalımı takib edib, bəyənib, yorum yazmağı unutmayın.